Sən İçəri şəhər qeyrət şöbəsinin rəisisən? Dayı bax. Yaşlı başlı adamsan, ağsaqqal adamsan, yaraşdımı sənin bu etdiyin? Müzakirə etdiyimiz mövzuya baxın, qardaş. Utanıram, ha valla utanıram mən. Bu nə mövzudur biz danışırıq? Yaxınlaşma. Şurada. Yaxınlaşma. Bu niyə sana belə gəlsin? Daha vaxtdan ayladı gördüm. Ha, bura sənin oraya. Sən işləmsən ölkəni. Kimindir bu? İşinə məşğul ol. Sen doğalına. Tamam var yok. Belə gəlsin. Sen de ayladı ben görmüşüm. İşveren oğlu işveren. Hemen ağıl öğrenmek. Sen gel otur git kendi yok. Ahmalı ahmalı. İşliyorsan ben. Ya ben abi de ben de. Bana ağıl öğrenmek. O bir var insan. Sen benimle çok uğra vermiş. Oku çık benimle. Benim oku çık. Bir oğlan girebildim burada. Şimdi özden burada çektim ama. Baksan sen söz deyirəm, məkə alışma. Hayır, oldu. Mən sana bir dənə söz deməzdim. Həm oğlanın anasını söyürsən, həm də anasının timsalında bütün var yoxunu söyürsən və bunu ictimaiyyət içərisində edirsən. Bunu deyərkən sənin yanından qadın keçirdi. Eyni zamanda ora yaşayış yeridir. Sənin indi bu videonun mənim qabağıma çıxdı. Bir gənc kimi mən buna baxıb nədən maariflənim, nə öyrənim burada? Sonra getdin üzr istədin. İnsanlar deyirlər ki, bu kişi nəyə görə üzr istədi? Shortik problemi Azərbaycanda çox gülməli olsa da ciddi bir problemdir və hər yay gələndə shortik məsələsi elədə də, belədə də bir şəkildə gündəmə gəlməyi bacarır. Mən burada bəli, bir şeylə razıyam. Elə shortiklər var ki, kifayət qədər dardır. Və oğlanın, necə deyim, bütün malı ortaya çıxır. Eyni zamanda müəyyən şalvarlar da var ki, onlar da shorti kimi kifayət qədər dardır, pis görsənir, ədəbsiz görsənir. Şəxsən mən özüm də məhəlləyə çıxsam, mənim yanımda bacım, yoldaşım, nə bilim uşaqlarım olsa bu görüntüdən mən də xoşnut olmaram. Amma mən bunu əlbəttə bütün növ şortiklərə əlavə etmirəm. Elə növ şortiklər var ki, bəli, genişdir, rahatdır, bədənin hansısa bir hissəsi çöldə qalmır. Mən bu şortiklərlə bağlı bir problemim yoxdur. Axırıncı dəfə xatırlayırsınızsa, bizim bir blogerimiz var, Pələng. Onun başına belə bir hadisə gəlmişdi. Gəlin o hadisəni şərh edək. Onu yandırma deyirəm sənə. Bir dəqiqə. Onu yandırma deyirəm. Sən neynirəm? Sən çəkmirəm mi? Çəkirsən mən. Səni çəkmirəm. Güya ki kameradan kimsəyə nəsə narahatçılıq eləyəcək, kimsə nəsə eləyəcək. Siz- Kimsə heç bilmir. Bax kəndin içində şort. Mənim günahım nədir? Sənin günahın heç nə. Mənim günahım nədir? Heç nə. Sən istədin. Mən hansı qanunu pozmuşam? İstədin ki, hansı. Siz məni niyə qolumdan tutursunuz? Bir dəqiqə üzr istəyirəm. Siz ki mənim maşınımla gedəsiniz. Mən də sənə dedim. Sən mənə dedin ki, şortik nə olmasa, mən neynəmişəm sənə? Mən səni Neynəmişəm də, söymüşəm, təhqir eləmişəm. olduğuna görə. Tamam, sürdüz getdiniz də, burada qolumdan niyə yapışırsınız? İnanın mənə, biabır olacaqsınız. Mən bu sözü deyirəm sizə. Azərbaycanlıyıq, başqası deyiləm mən. Erməni deyiləm. Bəli, bu bir reallıqdır ki, kəndlərimizdə şortikə qarşı münasibət Bakıya nisbətən münasibətdə çox daha ağırdır. İnsanlar şortikdə kimsəni görmək istəmir. Zaten mən öz kəndimdə də indiyə qədər şortikdə gəzən heç bir kişi ilə rastlaşmamışam. Bu o kəndin daxili məsələsidir. Mən bununla bağlı çox da fikir bildirmək istəmirəm. Əsas münasibət bildirmək istədiyim bu videodur. Dostlar, baxın, nə az nə çox, düz 8 dəqiqə bu adamın çıxışına baxmalı oldum. 8 dəqiqə yox, ömrümdən 8 il verdim deyə bilərəm. Çox böyük fədakarlıq göstərdim. Böyük səbirlə bu insanı axıra qədər dinlədim. Xahiş edirəm ki, bu videoya qiymət verin. Sizlərə görə baxın nə qədər əziyyətə girirəm. Shortik məsələsi bu gün ölkənin reallığıdır. Bəli, hər dəfəsində açılmağı məni çox üzür, məni çox kədərləndirir. Ona görə ki, sivil dünyada gedən proseslərə baxıram. İnsanlar gedir, süni intellektləri müzakirə edir, robotları müzakirə edir. Müəyyən qanunlar var ki, hansı ki, insan rifahını yaxşılaşdırır. Bunları müzakirə edir. Allah saxlamış Azərbaycanlılar da shortiki müzakirə edir. Hətta bu o dərəcədə önəmli bir mövzudur ki, efirlərdə sırf bu məsələ ilə bağlı veriliş aparılır. Çöldə insanlardan müsahibələr götürülür. Yəni o dərəcə ciddi bir məsələdir shortik. İndi gəlin bu çıxışı izləyək, görək bu dayının ortaya atdığı arqumentlər nədir və mən də o arqumentlərə öz pəncərəmdən baxıb bir münasibət bildirəcəm. Nədən
kənara çıxanda fikirləşməliyəm ki, mənim şort geyinməyim, ayaqlarımın açıq olması xanımlara təsir edə bilər, ruhi xəstələrə təsir edə bilər, uşaqların psixologiyasını poza bilər və s. və ilaxır. Söhbət istirahət mərkəzindən getmir. Siz istirahət mərkəzinə gedirsinizsə, şəlalənin yanında bir paltarsız gəlir. Sənə kim etiraz edə bilər ki, şort geyiniyor, tumanla gəzir. Məsələ ondadır ki, adam bilə-bilə ki, qıcıqlandırıcı və adam bilə-bilə ki, bura Azərbaycandır, bura Afrika deyil. Tutalım, diplomatik bir görüşdə siz istədiyiniz kimi geyinə bilərsiniz. Əvvəlcə sizə yazırlar ki, nə geyinəcəksiniz. Allah sənə qurban olum. Bu adam nə danışır, bu adam nə deyir? Bu adam vallah deyirəm nə danışdığını bilmir. Qardaş, indi fikirləşin ki, mən şəhərə çıxacağam və başlayıram şəhərdə başıma gələ biləcək bütün proseslərlə bağlı hazırlıq görəcəm. Deməli, şəhərdə manyaklar ola bilər, dəlilər ola bilər, üstümə hücum çəkə bilər. Bir dənə tapança qoyun belimə. Kimsə məni birdən ayda bıçaqlayar, xəsarət yetirər. Bir dənə branjilet geyinim. Birdən ehtimal ki, hansısa düşmənimlə falan qarşılaşa bilərəm. Gedim bir dənə də maska taxım. Qardaş, əzizim, ay dayı, qadan alım səni. Mən səni tanımıram, eləmirəm. Bilmirəm, fikirlərin də heç maraqlı deyil. Sadəcə bu videonun mövzusu ilə əlaqədar sənin o lazımsız fikirlərinlə bağlı mən video çəkirəm. Bir dənə şort ki, görün insanlar nə dərəcədə böyüdülər. Qardaş, mən bir dənə şəhərə düşmək istəyirəm da. Mənim şort kim? Necə ola bilər ki, bu qədər çox problem yarada bilər? Eyni zamanda qadınlar, qadın izləyicilərim. Allah kişiyə testosteron deyə bir hormon verib. Bu hormon səbəbindən kimdə bu çoxdur? Kişilər tüklü olur. Yəni onda tük daha çox olur. Daha istəyirsiniz qıl deyə müraciət edeyim. Daha qıllı olur onun ayaqları, beli, qolları və s. və laxır. Əslində qadınlar da tüklüdür, amma qadınlar indi kapitalizmə məğlub olub bu mövzu barəsində. Ona görə ki, artıq cəmiyyət tüklü qadınları qəbul etmək istəmir. Yəni məsələn, qaşı bitişi olan, qolunda, ayağında tük olan qadını heç qadının özü qəbul eləmir, tənqid eləyir. Zaten sosial mediada da bir xanım var. Onun da qaşları qalındır. Onun Instagramda paylaşım edəndə şərhlərə baxıram, görürəm nə qədər insan onun məhz qaşları ilə alay edir. Yəni cəmiyyət bu şəkildə manipulyasiya olunub da mən nə edə bilərəm? Yəni sizdən ötəri gedib ayağımı lazer verib tüklərini aldırası deyiləm ki. Mənim ayağımın tükü bir qadını hansı formada narahat eləyə bilər? Ya da sən baxıb mənim tükümə baxıb irgənirsənsə mən nə edeyim? Get iradını Allaha bildir. Allah məni bu cür yaradı. Mən nə edə bilərəm? Yəni müzakirə etdiyimiz mövzuya baxın, qardaş. Utanıram, vallahi utanıram mən. Bu nə mövzudur biz danışırıq? Bəli, diplomatlar qalstuk, şalvar geyinir. Bu tarixin bir ənənəsidir. Bu gün türkünü bicox eləyən ədəbiyyatdır. Şiri də kral edən yeni ədəbiyyatın özüdür. Bugün də tarixdə görmüşük ki, diplomatlar, prezidentlər və dövlət səviyyəsindəki nümayəndələr hər zaman qalstuk şalvarla gəzir. Bu illərdir ki, bu şəkildə davam edir, amma bu bizim günümüzü əhatə edir. Bundan 50 il sonra, 100 il sonra bu proses hara doğru təkamül keçirəcək? Biz bunu bilə bilmərik. Yasa gedəndə, toya gedəndə, bəli, şortik geyinmələm. Çünki şortikin məqsədi daha çox insana rahatlıq verməsi üçündür. Yəni evdə geyinirəm, məhəllədə geyinirəm, nə bilim marketə gedib bazarlıq eləyəndə geyinirəm. Yəni təməl məqsədi rahatlıqdır. Əlbəttə mən toya gedəndə, yasa gedəndə qalstuk şalvar geyinəcəm. Amma bu insan blogerdir, getdiyi bölgə kifayət qədər istidir, müəyyən qədər tərləməmək üçün, fərah qalmaq üçün şortikofda geyinmişdi. Burada mən tərəfindən problem yoxdur, amma yenə dediyim kimi, həmin kənd əhalisi bunu qəbul etmir. Hesab edirəm ki, bununla da hesablaşmaq, dalaşmaq kimsəyə fayda verməyəcək. Bu danışığınızı heç bir yerdə, yəni təsdiqləmirəm. Mən bir yerdə oxumuşdum. İnsanlar sevgidə özgürdülər, amma hörmətdə qətiyyən hamı bir-birinə hörmət eləməlidir. Mən sizin fikrinizə hörmət eləyirəm, amma fikrinizlə qətiyyən razı deyiləm. Çox üzr istəyirəm. Fikriniz çox artıq şər atmağa keçir. Orada görüntülərdə də var. Çox gülməlidir. Mən onun evinə getməmişəm. O şəxslə əlaqədə saxlasa, o şəxs də deyəcək ki, evinə getməmişəm. Siz hər hansı bir şey üçün bu danışıqdan istifadə edirsiniz, mənim haqqıma girirsiniz. Sən dediyinlə mən razılaşıram. Yox, razı deyilsiniz. Amma sən burada konkret bütün kəndin adamlarını qeyri-mədəniyyətsiz saydın. Kəndin adamlarını bir nəfər sənə xoş münasibət bəsdir, o mədəni mənə münasibət bəsdir. Münasibətə baxın. Çox üzr istəyirəm. Münasibətə baxın. Sən adətən özün bilirsən ki, elə adamlar yaşayır ki, onlara hörmətlə yanaşmaq lazımdır. İkinizi tamamlayın. Düzdürmü? Yəni imkan versəyə tamamlayıram. Qardaş, sən fikrini söylədin, bu sənin həqiqətindir və biz gördüyümüz mən həqiqəti danışıram. Siz yalan danışırsınız. Biz evimizdən nə cür istəsə geyinə bilərik. Ev bizim fərdi yerimizdir, xüsusi mülkiyyətimizdir. Biz çölə çıxanda başqalarına hörmət eləməliyik. Baxın, bugün bu soyunur. Sabah qız uşaqları soyunacaq. İndi ətəklər lap burdandır, lap qısadır, şəhərə çıxmaq mümkün deyil ailə ilə. Çox, mən hörmətlə yanaşıram. Bəli, azadlıq var, geyim azadlığı da var. Amma da bu qədər də yox da.
yuxarı boş, aşağı boş. Nə oldu buna? Nə oldu bu millətə? Nə oldu bu cəmiyyətə? Niyə biz bu qədər soyunmağa meyilliyik? Nə olub sənə? Niyə bir sport geyinmə? Bu nə gözəl geyinib də problem varmı? Geyinsəydi o qədər problem yaşayardınmı? Mən də cavab verəndə siz gözləyəcəksiniz cavabımı. Buyur, ver nə qədər. Adamın bir duruşuna fikir verin. Yəni o belə durub əlində sıv, qaşlarını da bax belə çatıb, eyni bax bu tipli adam, bu tipli adam. Business TV-də də var. Hansı ki o da çıxırdı orada gəncləri başlayırdı alçatmağa, yuxarıdan aşağı baxmağa. Bax eyni tipdir. O qaçışa hazırlaşan atletlər olur. Adamlar əyilir, oturuşlarını düzəldir, start götürəndə sürətlə çıxırlar. Bax bu tipli adamlarda dururlar, qəzəbli baxırlar, hər an partlamağa hazır bir mina kimidirlər. Yəni bu insanın efir mədəniyyəti sıfır, insanları dinləmək qabiliyyəti sıfır. İnanın Allahınıza, mən adicə buradan baxanda çox əsəbləşdim, çox özümdən çıxdım. Mən pələngi şəxsi olaraq tanımıram, amma tanımaq istəyirəm. O qədər təmkinli, ədəbli davrandı ki, mənim şəxsən könlümü fəth etdi deyə bilərəm. Mən buradan pələngi təbrik edirəm. Halal olsun ki, bu cür insanın qarşısında belə ədəbli nümayiş göstərib, özünü bu cür tərbiyəli aparıb. Mən onu təbrik edirəm. Qabağındakı insan söz bilməzdir, qışqıra danışır. Yəni tipik narsist, egoist insan tipidir. Hansı ki, məsələn bu cür insanlarda nə baş verir mən sizə deyim. Bu adamların bir dəyərləri olur və neyinirsən elə xeyri yoxdur. Bu dəyərlər onlarda dondurulub və hansı argument gətirirsən, gətir, xeyri yoxdur. Bu adam o dəyəri müdafiə eləməlidir və sənin sözünün, düşüncənin onun üçün heç bir önəmi yox. Yəni bu adama danışırsan ya da divara danışırsan, ikisi də eyni effekti verir. Siz bəs bu şortik haqqında nələr düşünürsüz? Sizcə şortik geyinib kənddə gəzmək olarmı? Şəhərdə gəzmək olarmı? Bu videoya bir münasibət bildirsəniz çox sevinərdim. Sağ olun, salamat qalın.